Ferdi Tayfurun baxılan filmlərindən biri olan Kalbindeki Acı filmi haqqında məlumat. Film 83-cü ildə çəkilmişdi. Filmdə Ferdi təsadüfən Zeynəb adlı qızla tanış olur. İlk görüşdə anlaşılmazlıq olsa da, sonralar biri-birlərini başa düşürlər. Daha sonra Ferdi qəsəbədə yaşayan babasının yanına gəlir və onun borcunu silmək üçün həmin yerin sahibkarı olan Nacinin fermasında işləyir. Bir gün Naci Fərdiyə qızını stansiyada qarşılamağı tapşırır və orada Fərdi öyrənir ki, həmin qız Zeynəbdir. Zeynəb onun işçi olduğunu biləndə ona yuxarıdan aşağı baxır və onu əzməyə çalışır. Bir gün atası Zeynəbi Erol adlı bir nəfərlə evləndirmək qərarına gəlir. Amma Zeynəb Erolu sevmir və Fərdini sevdiyini başa düşür və toy günü Fərdiyə qoşularaq qaçır və filmin gedişatı çox dəyişir. Ferdi Tayfurun filmlərini izləyənlər bu filmi həmişə maraqla izləyiblər və çox xoşlarına gəlib.